Yəqin ki, manqalı ilk görən kimi ağlınıza gələn kebab oldu. Amma ki, qızlar, kebab hazırlamıram. Mən hiss dadında, ocaq dadında olan yeməkləri çox sevirəm və düşündüm ki, bu hər kəsin sevdiyi bu yeməyi mən də manqalda hazırlasam ocaq dadı verəcək və mənim xoşuma gələcək və yanılmadım. Çox gözəl dadır. Məncə bu yeməyi aranızda mən sevmirəm sözünü yazan olmayacaq. Çünki hər kəsin, böyükdən kiçiyə hər kəsin sevdiyi yeməkdir. Burada qızlar qəşəng manqalımı yandırdım. Qəşəng köz düşdü. Daha sonra qəşəng qazanımın kənarlarını şampunladım ki, qazanım yanmasın. Soğanımı, bibərimi qovurdum. Daha sonra isə pomidorumu əlavə edib, öz toyuqlarımın da yumurtasını əlavə edib, gözəl bir pomidor çığırtma hazırladım. İnanın ki, təndir çörəyi ilə dadına doyum olmurdu. Bəlkə də çoxunuz hazırlamışsınız, bəlkə də hazırlamamışsınız. Hazırlamayanlar mütləq bu videomu kayd edib öz rəfiqələrinizə göndərin. Sizə də belə bir manqalda çığırtma borcu olsun. Gedin, doya doya yiyin, nuş edin. Və səhifəmə takip atıb bəyənməyi unutmayın. Hələlik.